Herkese salam. Davam edirik. Biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarının test nümunələrinin izahı ilə bu gün sizə təqdim edəcəyim izah 2017-ci tədris ilinin cari il məzunlarının imtahan suallarının izahıdır. İlk sualımızla başlayaq. Mezozoy erasında bitkilərdə yumurtalıq əmələ gəlməsəydi bu erada hansı bitkilərə rast gəlinməzdi? Bilirik ki, yumurtalıq dişicinin hissəsidir. Dişicik çiçəyin tərkibinə daxildir və dişicik örtülü toxumlara məxsus olan bir orqan hissəsidir. Və buna görə də əgər biz mezozoy erasının təbaşir dövründə yumurtalığa rast gəlməriksə, demək ki, burada örtülü toxumlar şöbəsinə də rast gəlməmiş olarıq. Sual 52. İnsanın çiyin quşağını əmələ gətirən sümüklər. İnsanda çiyin quşağı iki kürək, iki körpücük sümüyündən ibarətdir. Körpücük sümükləri qarışıq sümükdür. Onlar döş sümüyü ilə birləşmə yaradır. Öndən döş sümüyü ilə, arxadan isə kürək sümükləri ilə birləşmə yaradır. Kürək sümükləri yastı sümüklərə aiddir. Bunlar da bazı sümükləri ilə birləşmiş olur. Deməli, iki kürək, iki körpücük olaraq müəyyən etmiş olduq. Cavabımız da B variantı. Sual 53. İnsan dalağında saxlanılan 300 milli qanda olan leykositlərin minimum miqdarını hesablayın, qeyd edir. Öncə qanımızı millimetrlə ifadə edək. Deməli, 300 milli qanımız 300 vuraq 10 üstü 3 millimetr kuba bərabər olacaqdır. Və biz bilirik ki, 1 millimetr kub qanımızda leykosit miqdarı ya 4 ya da 10 min deməli üzərindən dəyərləndirilir. Ya 4 ya da 10 vuraq 10 üstü 3 olaraq qeyd etmiş olaq leykosit miqdarını. Əgər bizə 300 milli qan veribsə, bunun üzərindən dəyərləndirəcək. Lakin öncə onu qeyd etmək istəyirəm ki, bu test nümunələri 2017-ci tədris ilinə aid olduğu üçün və əvvəlki vəsaitlərdə leykosit miqdarı fərqli verilmişdir və bu test nümunəsi də həmin rəqəmlərə nəzərən tərtib edilir. Mən yeni rəqəmlərin üzərindən hal-hazırki tədris dərsliklərində olan rəqəm üzərindən hesablamanı aparacağım. Deməli, 1 millimetr kub qanımızda olan leykosit miqdarı minimum 4000'dir. Əgər bizdə 300 vuraq 10 üstü 3 millimetr kub qan verilibsə, bu zaman rəqəmimiz olacaq. Deməli, 1,2 10 üstü 9, yəni 1,2 milyar. Lakin bu rəqəm əvvəlki dərslərdə 6-8 min verildiyi üçün leykosit miqdarı minimum 6 ilə götürülüb 6 vuraq 3 18, yəni 1,8 milyar üzərindən qiymətləndirilib. Dediyim kimi yeni tədris dərsliklərində bu şəkildə olduğu üçün burada cavab olmasa da daha doğru izahım olduğunu düşünüyorum. Ona görə də yeni dərslik nümunələrinin əsasında sual izah etmiş olduq. Sual 53. Yetkin orqanizm natamam çevrilmə ilə inkişaf gedir. İki cüt qanada malikdir və gəmirci ağız aparatına malikdir. Deməli, natamam çevrilmə ilə inkişaf edirsə, buradan böcəyi çıxarıq. Misal, böcəyi, qarışqanı çıxarıq. Çünki bunlar da tam çevrilmə ilə gedən inkişafdır. Həmçinin mozalan tam çevrilmə ilə gedən inkişafdır. Daha sonra iki cüt qanad deyirsə, mənələrdə qanad yoxdur. Çıxarıq. Burada cavabımız olacaq çəyirtkə və yaşıl şala. Gəmirci ağız aparatı bəli var. İki cüt qanada malikdirlər və natamam çevrilmə ilə inkişaf edib. Bunlar düz qanadlar dəstəsi nümunələridir, nümayəndələridir və bunlarda iki cüt qanad vardır, natamam çevrilmə inkişaf vardır və ağız aparatı da gəmirci ağız aparatına malikdirlər. Davam edirik. Sual 55-in izahı ilə. Spermlər tozcu borusu vasitəsilə yumurtacığa daxil olan bitkilər bu ya çılpaq toxumlu ya da örtülü toxumlu olmalıdır. Burada cavabımız olacaq çılpaq toxumlu bitkilər. Davam edirik. Sual 56 ilə. Spalda toxumluğun yetişmə zonasına 8 hüceyrə daxil olmuşsa, əmələ gələn qametlərin neçəsi X cinsiyyət xromosomu daşıyır. Bilirik ki, spağa erkəyi, homo dişisi heterogamet olan canlıdır. Əgər toxumluq deyilsə, təbii ki, bizdə erkəkdən danışır. Əgər yetişmə zonasına 8 hüceyrə daxil olmuşdursa, bu zonanın sonunda 32 hüceyrə yaranmışdır və yaranan hüceyrələrin hamısına biz qamet deyəcəyik, hamısı spermatozoida çevrilir. Və spağa homogamet, erkək homogamet olduğu üçün, deməli, daxil olan hüceyrələr XX xromosom yığımına malikdir. Əmələ gələn hüceyrələr də qametlərdir, haploid yığımdadır və X xromosomuna malik olacaqlar. Yəni, yaranmış olan bütün qametlər X xromosomu daşımış olacaq. Əgər bizə desəydi, Y xromosomu daşıyan, biz bilirik ki, spağın erkəyi homogametdir, Y xromosom yığımına malik qamet verməyəcək. Cavabımız olur Y variantı. Bütün qametlərin hamısı deməli, X xromosom yığımına malik olacaqdır. Sual 57. Əgər kilkədə bel üzgəclərinin sayı çay xanısında olduğu qədər olsaydı, bilirik ki, sümüklü balıqlardan çay xanısında 2 ədəd
bel üzgəci var. Cüt deyirlər, lakin ədəd olaraq 2 ədəddir. Deməli 2 bel üzgəci var. Bir quyruq üzgəci, bir quyruq altı üzgəc. Ümumilikdə 4 ədəd tək üzgəcimiz vardır. Cüt üzgəclər isə 2 döş və 2 qarın üzgəcləridir. Kilkə digər balıqlarda isə, məsəl üçün siyənək, kilkə, bunları əsasən test nümunələrində görürük. Bir ədəd bel üzgəci vardır. Ona görə əgər kilkəni nəzərə alsaq, kilkədə normalda 3 ədəd tək, 4 ədəd isə cüt üzgəcimiz vardır. Lakin çayxanasında bel üzgəclərinin sayı 2 olduğu üçün təkin cütə nisbəti 4-ün 4-ə, yəni 1-in 1-ə nisbəti üzərindən dəyərləndirəcək. Çünki 2 qarın, 2 döş, bu oldu. Cüt üzgəclər 4 ədəd, 2 bel, 1 quyruq, 1 quyruq altı, bu da tək üzgəclərimizdir, yenə 4 ədəd. Onda onun cüt üzgəclərin sayının tək üzgəclərin sayına nisbəti neçə olar? Cütün təkə nisbəti 1-in 1-ə nisbətində olacaq. Əgər kilkədə çayxanasındakı kimi olsaydı 1-in 1-ə nisbətində olacaqdı. Sual 58. Hormon ifraz edən vəzlər qadınlarda neçə bədən boşluğunda yerləşir? Qadınlarda kəllə boşluğunda epifiz, hipofiz, döş boşluğunda timus, qarın boşluğunda mədə-altı vəzi, daha sonra böyrək üstü vəzi hormon ifraz edir. Çanaq boşluğunda da yumurtalıqlar qana hormon ifraz edən vəzlərə aiddir. Burada həm qarışıq, həm də daxili sekresiya vəzləri qana hormon ifraz edir deyə hər birini sadalayaraq qeyd etdim. Əgər kişiləri desəydik, kişilərdə çanaq boşluğunu nəzərə almazdıq. Çünki kişilərdə toxumluq çanaq boşluğunda deyil, bədəndən kənarda dəri kisənin içərisindədir. Kişilərdə kəllə, döş və qarın üzərindən dəyərləndirəcək. Qadınlarda isə çanaq boşluğunda da yumurtaqlar var və onlar qana hormon ifraz edirlər. Estrogen və progesteron hormonlarını hazırlamış olurlar. Sual 59. Erkək qıcının 5 yarpaq, 5 gövdə, 5 protal, 5 rizoid hüceyrəsində. Bilirik ki, erkək qıcının yetkin fərdi ziqotdan başlanğıc götürür və diploid nəslə aiddir. Yarpağı, yetkin fərdi özü diploid olduğu üçün yarpağın xromosom yığımında diploiddir. 5 yarpaq hüceyrəsi deyirsə, 5N birbaşa yazaq. O zaman 5 yarpaq hüceyrəsi varsa, hərəsi 2N, bu olacaq 10N. Həmçinin gövdədə yenə bədən hüceyrələrinə aiddir. Birinin xromosom yığımı diploid isə bir hüceyrədə 5 gövdə hüceyrəsindən söhbət gedirsə olacaq 10N. Protal spordan inkişaf edir. Sporun xromosom yığımı haploiddir, çünki spor meyozdan yaranır. Protal haploiddir. 5 ədəd haploid hüceyrəmiz 5N bizə verəcəkdir. Həmçinin rizoidlər protalın altında yerləşir. Protalın xromosom yığımı haploiddirsə, protal altında yerləşən rizoidlərin də xromosom yığımı haploid olacaqdır. 5 ədəd haploid hüceyrəmiz olacaq 5N. Cavabımız olur. Cəmləsək, bu bizə verəcək 30N. Sual 60 ilə davam edirik. Daxili qulağın iltihabı zamanı oval pəncərə zədələnərsə, insanda ilk olaraq hansı hissiyat pozular? Ümumiyyətlə, insan qulağı ibarətdir xarici qulaq, orta qulaq və daxili qulaqdan. Xarici qulaq ibarətdir qulaq seyvanı və xarici qulaq keçəcəyi. Seyvan və keçəcəyi səs dalğalarını tutub salır qulağa. Təbil pərdəsinə deməli dalğalar ötürülür. Təbil pərdəsi çəkir zindana, zindan üzəngiyə söykənir, üzəngi gedir oval pəncərəyə söykənir. Oval pəncərəni sanki üzəngi çəkir və orta qulağın içərisi hava ilə, daxili qulağın içərisi maye ilə doludur. Daxili qulaqda sümük və pərdəli labirintlər vardır. Sümük və pərdəli labirintin arasında perilimfa mayesi, pərdəli labirintin özünün içərisində isə endolimfa mayesi vardır və oval pəncərə silkələndikcə daxili qulağın içərisində olan bu mayələr silkələnir. Mayələr silkələndikcə ilbizdə kort orqanında reseptorların qıcıqlanmasına səbəb olur və artıq ilbizdə kort orqanında səs dalğaları sinir impulslarına çevrilmiş olur. Burada səs dalğası sinir impulsuna çevrilir. İlbizdəki kort orqanına qədər dalğa deyirik. Buradan sonra isə başlayacaq sinir impulsu, ilbizin reseptorları qıcıqlandı, eşitmə siniri, daha sonra isə gicgah payında, yəni mərkəzdə analiz gedəcəkdir. Bu bizdə səs dalğalarının və sinir impulslarının eşitmə orqanında keçdiyi yol. Burada oval pəncərəni gördük ki, üzəngi oval pəncərəyə söykəndi və oval pəncərə tərpənəndə daxili qulaqdakı mayeni hərəkətə gətirmiş oldu. Əgər oval pəncərə zədələnərsə, təbii ki, ilk öncə eşitmə hissiyatı pozulmuş olacaq. Sual 61. Torpaqdan solmuş suyun tərkibində hidrogen atomları bitkinin ötürücü toxumaları ilə ilk öncə təbii ki, kök borucuqlarında hərəkət edəcək, daha sonra kök borucuqlarından gövdə borucuqlarına, yəni oduncaq borucuqlarına, ən sonda isə yarpaq damarlarına ötürülmüş olacaqdır.
Davam edirik sual 62 ilə. 1 kiloqram təzə əti suda bişirdikdə maksimum B qrup vitamin itirmiş və nəticədə bu vitamindən 32 milliqram qalmışdır. Bu ət qaynadılmamışdan əvvəl neçə milliqram B qrup vitamini vardır? Bilirik ki, heyvan mənşəli qidalar qaynadıldıqda öz tərkibində 15-60% B qrup vitamini itirmiş olurlar. Əgər bizdə qeyd edirsə ki, maksimum B qrupu vitamini itirmiş, o zaman 60% itirmiş və 40% qalmışdır. Qeyd edək 40%, yəni bizdə qalanımız 32 milliqramdır. 40%, 32 olan 32 milliqram olan ədədin 100%-i nə qədərdir? Buradan da müəyyən edirik. 32 bölək 40, bu da bizə 80 milliqram vermiş olacaq. Yəni bizim 1 kiloqram ətimizdə, çiğ ətimizdə öncə 80 milliqram B qrupu vitamini varmış və o qaynadıldıqda öz tərkibindən daha çox itirmiş və daha az qalmışdı. Maksimum itirmiş deyirsə, o zaman biz 60% itirib 40% qalıb kimi nəzərə almış olduq. Demək ki, bizim qaynadılmamış ətimizdə B qrup vitamini miqdarı 80 milliqram imiş. Sual 63. Növ müxtəlifliyi daha çox olan biogeosinoz ümumiyyətlə təbii olan biogeosinozlar daha çox müxtəlifliyə malikdir. Burada da göl ekosistemi, yəni göl biogeosinozunu misal göstərə bilərik. Süni meşə zolağı insan salıb, tarla, bağ, taxıl zəmsi, bunlar insan fəaliyyətində, yəni antropogen faktorlarla bağlıdır və burada müxtəliflik daha azdır. Yəni insanın orada əsasən saldığı meşə zolağı olsun, çuğundur tarlası, orada üstünlük çuğundurdur. Təbii ki, orada alaq və s. ola bilər. Amma əsas müxtəliflik nədən ibarətdir? Təbii bir ekosistemdə, təbii bir biogeosinozda müxtəliflik daha çoxdur. Nə üçün sinir toxumasının yardımçı hüceyrələr burada peyk hüceyrələrdir. Bilirik ki, peyk hüceyrələri sinir impulsu ötürmür. Peyk hüceyrələri neyronun dayağını təşkil edir, neyronu müdafiə edir, neyronu qidalandırır. Peyk hüceyrələr sinir impulsu ötürmür. Bir neyrona 10 peyk hüceyrəsi düşür. Bunlar neyronun yardımçı hüceyrələrdir. Nəyə görə sinir impulsu ötürmür? Çünki dendrit və aksonlara malik deyirlər. Deməli, adətən sinir impulslarının ötürülməsində iştirak etmir, çünki onlar dendrit və aksonlara, yəni çıxıntılara malik deyirlər. Dendrit qısa, akson uzun çıxıntılarda əsasən və peyk hüceyrələrin bu çıxıntıları yoxdur deyə impulsu ötürmür. Cismə malikdirlər, lakin dendrit və aksonlara malik deyirlər. Əksər məməlilərdə boyun fəqərələrinin sayı, əksər məməlilər üçün boyun fəqərələrinin sayını biz 7 üzərindən hesablayacaq, yəni 7 boyun fəqərəsinə malikdir deyəcəyik. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. Yetkin hidranın xarici qatının əsas hissəsini dəri-əzələ hüceyrəsi təşkil edir. Xarici qatda üstünlük təşkil edən dəri-əzələ hüceyrəsidir. Əlverişsiz şəraitdə hidra əlverişsizdirsə, cinsi yolla çoxalır. Deməli, qametlər əmələ gətirir, daha sonra qametlərdən ziqot yaranır, ziqot halında qışlayır, demək ki, cinsi yolla çoxalır və regenerasiya etmək qabiliyyəti olan hüceyrələr aralıq hüceyrələrdir. Ümumiyyətlə, aralıq hüceyrələr deməli, həm mitoz, həm də meyoz keçirə bilir. Mitoz keçirərək bədənin digər hüceyrələrinə başlanğıc verir. Sanki insandakı kök hüceyrə kimi düşünək, bitkidəki törəci toxum hüceyrələri kimi düşünə bilərik. Meyoz keçirərək isə cinsi hüceyrələrə başlanğıc verir payızda. Deməli, əlverişsiz şəraitdə spermatozoidlərin, yumurta hüceyrələrin yaranmasına səbəb olur. Cavabımız olur 5, 2, 7 müəyyən edirik D variantı olaraq. Sual 67. Drozofil milçəyin spermatozoidində autosom xromosomların sayı. Drozofil meyvə milçəyidir, onun xromosom yoxmu? Diploid yığımı 8-ə bərabərdir, yəni somatik hüceyrəsində 8 xromosom vardır. Bunun 6-sı autosom. Əgər bizdə spermatozoid desə erkək fərd üzərindən dəyərləndirəcəyik, o zaman XY xromosom yığımındadır. Bu somatik hüceyrə. Qamet üçün nəzərə alsaq, yəni spermatozoid üçün ya 3 üzərinə gəlsin Y, ya da 3 üzərinə gəlsin X şəklində spermatozoidləri bizə vermiş olacaqdır. Autosom xromosom sayı 4, 3 daha doğrusu cinsi xromosom sayı 1 ədəddir. Spermatozoidində 3 autosom 1 cinsi, somatik hüceyrəsində isə 6 autosom 2 cinsi xromosom vardır. Bizə spermatozoiddəki autosomu soruşur, cavabımızı müəyyən edirik. A variantı olaraq. Sual 68. Dənəvər endoplazmatik şəbəkə üçün yanlışdır. Dənəvər endoplazmatik şəbəkə kanal və membranlarında çoxlu sayda ribosomlar var və bu ribosomlar hesabına zülal sintezi edir. Doğru fikirdir. Bəli, zülal sintezi edir.
Eğer bir membranlıdırsa bir membranda bir lipid qatı, bir zolal qatı vardır. Hər lipid qatında da iki cərgə vardır. Doğru fikirdir. Bakteriyalarda yalnız ribosom, membransız orqanoid olan ribosom vardır. Bəli, bakteriyalarda təsadüf edilmir. Mitoxondri olan hüceyrələrdə təsadüf edilmir. Bu yanlış fikirdir. Mitoxondri misal üçün deyək ki, heyvan hüceyrəsi. Heyvan hüceyrəsi mitoxondriyə də sahib olan hüceyrəni götürək. Orada əksər hallarda endoplazmatik şəbəkədə olacaqdır. Yəni əsasən olur. Ona görə mitoxondri olan hüceyrələrdə rast gəlinmir. Bu yanlış ifadə olacaq. Mitoxondri var, deyək ki, amib və ya hər hansı bir heyvan hüceyrəsi götürək. Orada mitoxondri var. Mitoxondri var. Həmçinin endoplazmatik şəbəkəyə də rast gəlinir. Dənəvər növünə də rast gəlinmiş olacaqdır. Əgər qeyd edirsə təsadüf olunmur. Bu yanlış ifadədir. Afrika hansı çox toxumlu meyvəni əmələ gətirən bitkilərin vətəni ola bilər? Ümumiyyətlə, mədəni bitkilərin müxtəlif mənşə mərkəzlərindən bir Aralıq dənizi müxtəliflik mənşə mərkəzi, bir də Həbəşistan müxtəliflik mənşə mərkəzi Afrika ilə əlaqəlidir. Aralıq dənizi Afrika, Asiya, Avropa və Həbəşistan isə Afrika və Asiyada yerləşmiş olur müxtəliflik mənşə mərkəzi olaraq. Və Afrika hansı çox toxumlu meyvələrin əmələ gətirən bitkilərin mənşə mərkəzidir qeyd edirsə, Həbəşistandan sargo, banan, qəhvə, qarpız bunları qeyd edə bilərik. Burada dənli sargo dən meyvədir, bir toxumlara aiddir, götürməyəcəyik. Qarpızı götürə bilərik. Afrika, Həbəşistanda belə deyək, Həbəşistan mənşə mərkəzi Afrikada yerləşir. Qarpızı götürə bilərik. Mərci götürməyəcəyik, çünki daha doğrusu mərcini götürəcəyik, çünki Aralıq dənizi müxtəliflik mənşə mərkəzinə aiddir. Aralıq dənizində əvvəlki dərslərdə mərcinin adı qeyd olunurdu. Yəni və çox toxumludur, paxlallara aiddir, götürdük. Zeytun Aralıq dənizi müxtəliflik mənşə mərkəzində əslində yer alır, lakin bir toxumlu olduğu üçün götürmədik. Üç yarpaq yonca, deməli yonca paxlala fəsiləsinin nümayəndəsidir, çox toxumludur, amma Afrika ilə deməli əlaqəlidir. Çünki deməli, bu da əvvəlki təhsil məlumatlarına istinad edir. Burada yemişi öncə çıxdaş edək. Yemiş, deməli, Cənub-Qərbi Asiyadır. Boranı isə, yəni balqabaq isə Amerikadır. Üç yarpaq yoncada əvvəlki təhsil məlumatlarına nəzərən yenə Aralıq dənizi müxtəliflik mənşə mərkəzinə aid bitki kimi dəyərləndirilir. Ona görə cavabımız olur 2, 3, 5. Bu qarpız, daha doğrusu qarpız hal-hazırda yeni dərsliklərdə öz yerini alsa da, mərci və üç yarpaq yonca vəsaitlərdə, indiki vəsaitlərimizdə qeyd olunmayıb. Cavabımız olur 2, 3, 5. Sual 70. Qırmızı və dəmir bakteriyalar üçün oxşar xüsusiyyət hansıdır? Bunlar hər ikisi avtotrofdur, hər ikisi xemosintetik. Deməli, qırmızı bakteriyalar fotosintetik, dəmir bakteriyalar isə xemosintetikdir. Hər ikisi avtotrof canlılara aiddir. Yəni, fotosintezdə, xemosintezdə avtotrof qidalanmanın formasıdır. Soğanın qutucuq meyvəsində triploid xromosom yığımına malik olan hüceyrələr olur. Çünki soğan, deməli, birləpəlilər sinifinə aiddir və soğanda triploid, ümumiyyətlə örtülü toxumlarda triploid endosperm vardır. Mərkəz hüceyrənin sperm tərəfindən mayalandırılması ilə triploid endosperm yaranır. Yəni, deməli, malik olan hüceyrələr vardır. Toxumlar endospermə malikdir. Cavabımız D-dir. Və örtülü toxumlardan bir ləpəllərdə endosperm ehtiyat qida maddəsi toplayır əsasən. İki ləpəllərdə çox zaman toxum yetkinləşdikdən sonra, inkişaf etdikdən sonra endosperm inkişafdan qalır. Ehtiyat qida maddəsi ləpələrdə, şeyimin digər hissələrində toplana bilir. Amma soğanda bir ləpəlidir və endospermdə də toplanır. Triploid hüceyrə, yəni triploid xromosom yığımına malik olan hüceyrə burada endospermi dəyərləndirəcəyik. Sual 72. Bitki hüceyrəsinə plastik mübadiləyə aid olmayan xüsusiyyət plastik mübadilə birləşmə reaksiyalarıdır. Biz burada qlükozadan karbon qazının əmələ gəldiyini görsə, bu energetik mübadiləyə gedəcək. Yanlış, aid olmayanı istəyir, ona görə götürürük. Nukleotidlərdən nuklein turşularının əmələ gəlməsi nukleotid monomerdir. Nuklein turşusu polinukleotidlərə aiddir. Bu birləşmə plastik mübadiləyə aiddir. Əslində plastik mübadilədir, lakin bizdən aid olmanı istəyir deyə götürmürük. Zülal parçalanır amin turşusuna, bu energetik mübadilənin içərisində, yəni parçalanma reaksiyalarına aid olacaq, götürdük. Yəni birləşmə deyil, plastik deyil. Qlükozadan nişastənin alınması yenə plastik mübadiləyə aiddir, götürmürük, cavabımız olur 1, 3. Sual 73. Şəkildəki
Rəqəmlərin mətndə buraxılmış sözlərə uyğun ardıcıllığını müəyyən edin. 4. Bizdə epifiz, 3 qalxana bənzər, 2 böyrək üstü, 1 isə məd-altı vəzni göstərir. İnsan orqanizmində sekresiya vəzən funksional pozğunluğu nəticəsində müxtəlif xəstəliklər yaranır. Bunlardan akromeqaliya böyüklərdə hipofiz vəzin somatotropin hormonu normaldan çox ifrazıdır. 4 bizdə epifiz, hipofiz bu vəzləri göstərir kəllə boşluğunda. Kretinizm uşaqlarda qalxana bənzər vəzin, tiroksin hormonu normaldan az ifraz olunması, yəni 3 ilə işarə olunmuş vəzinin normaldan az olması, ifraz olunması ilə yaranır. Şəkərli diabet, mədə-altı vəzin, insülin hormonunun zəifləməsi o zaman olacaq 1. Tunç xəstəliyi isə böyrəküstü vəzin hormonlarının çatışmazlığına səbəb olur. Tunç və ya Addison xəstəliyi. Bu da olacaq 2. Cavabımız olur 4, 3, 1, 2. Davam edirik. Sual 74. Ulotriksin 38 qametində olan qamçıların sayı. Ulotriksin qameti 2 qamçılıdır. 38 qametində 76 qamçı olacaqdır. Bu qamçı sayı qədər ATF molekulu 76 mol ATF neçə mol qlukozanın tam parçalanmasından əmələ gəlir? Bilirik ki, 1 mol qlukoza tam parçalandıqda 38 mol ATF əmələ gəlir. Əgər 76 mol ATF əmələ gəlmişdirsə, bizdə deməli 2 mol qlukoza tam parçalanmaya məruz qalmışdır. Cavabımız olur 2 mol. Və nəhayət 75-ci sualımız uyğunluğu müəyyən edin. Çay xərçəngi açıq qandama sisteminə sahibdir. Boğmalılar tipinə aiddir. Açıq qandama sistemidir. Soxulcan qapalı qandama sistemi. Gölməçi ilbizi açıq qandama sisteminə sahibdir. Qumqurdu hərqəvi qurdlar tipinə aiddir. Qapalı qandama sisteminə sahibdir. Və axplanari ümumiyyətlə qandama sisteminə malik deyildir. Ona görə cavabımız olur 1 B, D, 2 A, C, 3 Y.